Hər bir xalq tarixi keçmişinin ağrılı, acılı və eyni zamanda sevincli, fərəhli illərinin hesabatını aparır. Bu hesabat tarixdən dərs almaq və keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmaq üçün lazımdır. Bugün Azərbaycan da tarixin hesabatını verir. Zamanın sevincli, qürurlu günlərini yaşayırıq. Ancaq son 220 ilin ağrılı, acılı illərini unutsaq, tariximiz təkrarlanacaq. Qısaca olsa da son 220 ilin xronikasına nəzər yetirsək, indiyənədək nələri itirdiyimizi xatırlayar, nələri qaytarmağın vacibliyini dərk edərik. Son 220 illik ağrılı-acılı tariximizi 7 mərhələyə bölmək olar. Nazim Mustafa, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri. Birinci mərhələ. Bu mərhələni ermənilər üçün yeni vətən yaradılması mərhələsi adlandırmaq olar. Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pənbək bölgələrinin Rusların əlinə keçməsindən başlamışdır. 1805-ci il oktyabrın 20-sində Şöreyel Sultanı Budaqla Knyaz Syanov Gəncədə Şöreyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalamışlar. Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır. 1813-cü il oktyabrın 12-sində Rusiya ilə İran arasında imzalanan Gülüstan müqaviləsinə əsasən Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla bütün Şimali Azərbaycan xanlıqları Rusiyanın tərkibinə qatılmışdır. 1827-ci il iyunun 26-sında Rus qoşunları Naxçıvan şəhərini, sentyabrın 20-sində Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ keçirdilər. 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinə əsasən sonuncu Şimali Azərbaycan xanlıqları İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatıldı. Martın 20-sində 1-ci Nikolay erməni vilayətinin yaradılması haqqında fərman imzaladı. 1829-1832-ci illərdə erməni vilayətində keçirilən kameral siyahıya almanın nəticələrinə görə İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57.266 nəfər erməni, 10.631 ailə köçürülmüşdür. Rusiya-İran 1826-1828-ci illər, Rusiya-Türkiyə 1828-1829-cu illər müharibələri nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşdülər. Həmin dövrdə erməni vilayətində mövcud olan 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə erməni kilsələrinin ətrafında ermənilər yaşadılar. İrandan köçürülən ermənilər İrəvan xanlığının 119 kəndində, Naxçıvan xanlığının 72 kəndində, Türkiyədən köçürülən ermənilər İrəvan xanlığının 128 kəndində, Naxçıvan xanlığının 4 kəndində yerləşdirilmişdilər. Ermənilər İran ərazisindən ermənilərin köçürülüb gətirilməsinə rəhbərlik edən Rus ordusunun erməni əsilli polkovniki Larariyevin yazdığı kimi özlərinə Azərbaycan torpaqlarında yeni vətən əldə edirdilər. Nəticədə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40.000 İran və 84.000 Türkiyə ermənisi köçürülüb yerləşdirilmişdi.